Geyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adı da. Salam uşaqlar. Elə bil ki boyumuzda eynidir. Deməli, yeni mövzumuzu dil qaydalarından aforizmləri oxuyasıyıq və burada sözlərdə olan şəkilçilərin leksik və qrammatik şəkilçiləri hansılardır, bunlar haqqında məlumat öyrənəsiyik. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldır. Min arzula alışırdıq, yanırdıq. Bəs burada hansı sözlərdə şəkilçi var? Hansı sözlərdə şəkilçi var? Zeynəb bilən qızım. Özümüzü nə bəxtəvər sanırdıq. Sizcə bu düzdür? Ömrümün ən şirin duyğulu qaygısız günləri. Hər anı bir ömrə bərabər seyirli. Şafa düzdür yoxsa səhv? Ən təmiz arzulu günləri. Çox dənə söz yazmışam bura. Birlikdə bunu işləyəsiniz. Sizcə bax bu sözü bağçadakılar sözü. Kökü nədir? Kim deyər mənə? Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı. Hələ onda sevincimiz çox idi. Yazılanı bir silgi ilə pozmaqdayıq. Bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ. Taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldır. Min arzula alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır. Özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qaygısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Düzdür Şafa? Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qaygısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Dilləri ömrümün ən şirin duyğulu qaygısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin
temiz arzulu günleri. Yapışdırır, amma kimə biraz qaranlıq qalıbsa, buludumuza yapışdıracaq. Oldu? İndi bir-bir arxadan gəlirsiniz. Gəlin, həyat və ümid. Məktəbləri ömrümün en şirin duygulu kaygısız günleri, her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri. Mektebilleri ömrümün en şirin duygulu kaygısız günleri, her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri. Eyvallah. Aferin size. Size öz təşəkkürümü bildirirəm. Bugün əziyyət çəkdiniz, bizim sinifimizdə oldunuz. Təşrif apardınız. Hər günüzə təşəkkür edirəm. Can sağlıq arzulayıram. Çox sağ olun ki, uşaqlarımızın belə rəngarəng şəkilləri çəkildi. Qəm qüssəmiz, kədərimiz bir damcı, hələ onda sevincimiz çox idi. Yazılanı bir sevgiyle pozmakta, bizim için ne asandı ne asan. Habersizdik ömrümüze biz hele, talih yazan pozulmayan yazıdan. Dünya hele bizim için